Bilmirəm, fikir vermisiniz ya yox, məşhur motosiklet sürənlərin əksəriyyəti yay aylarında ölür. Motosikletin aşma ehtimalı daha çox qışda olsa belə, ölümcül qəzalar statistikaya görə yayda daha çox olur. Bəs niyə hər kəs yayda ölür? Bir çoxumuzun tanıdığı məşhur motosiklet sürənlərin adlarını çəkəcəm. Məsələn, altın elbiseli adam 25 iyul 2017-ci ildə vəfat eləyib. Moto Tanya 22 iyul 2024-cü ildə vəfat eləyib. Deniz Servan 10 avqust 2025-ci ildə vəfat eləyib. Saniyə Yılmaz 9 may 2025-ci ildə vəfat eləyib. Son günlərdə də paytaxtımızda baş verən qəzalardan yəqin ki, hamınızın xəbəri var. Hava soyuq olanda təkcə qəzadan yox, əsasən soyuqdan qorunmaq üçün motosiklet sürənlərin əksəriyyəti qalın qoruyucu geyimlərin hamısını geyinir. Ətrafımızda bəzi Harley və yaxud Indian, bunun kimi Cruiser, klassik Chopper, bu kimi motosikletlər sürənlər deyəndə ki, full face kaska niyə taxmırsan, yarım kaska taxırsan, deyir ki, bəs mənim motosikletimin stylı belədir də. Amma həmin adamları qışda dindirsən, görəcəksən ki, full face kaska taxır. Bunun səbəbi odur ki, bu soyuqdur. Soyuqda mümkün deyil ki, kimsə full face kaska taxmasın. Bəziləri ancaq yay aylarında sürür, qışda sürmür. Deyir ki, yağış yağır, külək var, neynirəm, üşüyəcəm, islanacam, sürüşüb yıxıla bilərəm. O qalsın, gedim maşınımı götürüm sürüm. Bir çoxu da sırf hava soyuqdur, yer yaşdır deyə maksimum diqqətlə sürür. Yay ki gəldi, hamı qızışır, tökülür çöllərə. Mayka ilə sürən, şortiklə sürən, şəpitlə sürən, hamısı çöldədir. Çıx çölə, heç kaska taxan yoxdur. Varsa da ancaq kaska taxıb da, başqa heç nə taxmır. Mən indi necəyəmsə bu vəziyyətdə sürür. Yer qurudur onsuz da, hamı öz performansına güvənir, hamı bilir ki, başına gəlməyəcək, hamı elə bilir ki, qəzadır, ölümdür, bu şeylər başqa adamların başına gəlir. Əsasən də qəzadan, ölümdən dönmüş insanlar var. Motosikleti gedir, harasa çırpır, ölümün köşəsindən dönür. Ondan sonra deyir ki, mən oradan dönmüşəm, mən heç nə olan deyil onsuz da. Qəzadan dönsə belə, yenə də əyninə heç nə geyinmir və o vəziyyətdə çıxıb sürür. Yol quru, külək yox, yağış yox, yəni gül kimi hava. Bu dəqiqə iyul ayıdır, iyul ayının biridir. Bu dəqiqə çıxaq çölə, bir nəfərin belə əynində qoruyucu geyim görməyəcəyik. Dayandırıb soruşsan ki, niyə geyinmirsən, deyəcək istidir. Dostlar, qızmar isti olsa belə, mütləq şəkildə bütün geyimləri geyinmək lazımdır. Hər zaman moto ayaqqabı və yaxud hərbi batinka geyinməlisiniz. Hər zaman tam əlcək taxmalısınız. Yarım barmaq əlcək taxmaq olmaz. Onsuz da sən bu əlcəyi taxırsan, istilik barmağın ucunda olmur. İstilik barmağın bu dip hissələrinə keçir. Yəni sən onsuz da bu əlcəyi taxırsan, heç olmasa bunu tam əlcək tax. Yəni hər şey bir anda olur, heç vaxt gözləmədiyin anda olur. Hər gün getdiyin yolda olur, hər şeyi əzbərlədiyin anda olur. Hər şey bir anda baş verir, heç gözləmədiyin bir anda. O anda ki, əynində paltar oldu, kaskanın altı düymələnmiş oldu, bütün geyimləri tam formada geyinmiş oldunsa, həyatda qalmağa davam eləyəcəksən. Yox, şortikdəsənsə, Allah rəhmət eləsin.